verilişin baş sponsoru Oksigen Klinik Xəstəxanası. Davranış hər kəsin əsl simasını göstərən bir aynadır. Bəs görəsən davranışımızda, danışığımızda necə səmimiyikmi? Nə dərəcədə səmimiyik? Bugünkü mövzumuz belədir. 510 60 68 sizin üçündür. Zəng vurun və bizə qoşulun. Nəzərinizə çatdırım ki, Oksigen Klinik Xəstəxanasının baş sponsorluğuyla verilişimizi izləyirsiniz. Anonsa baxaq, daha sonra buradayıq. Xaçmazda yaşayan bu ailənin təməli səmimiyyət üzərində quruldu. Onlar xoşbəxtliklərini illərdir necə qoruyub saxladı. 40 ildə bu münasibəti saxlayan səmimiyyət oldu. Həm sevgi vardı, həm səmimiyyət vardı. Birazdan düzünü desək də. Bəli, birazdan izləyəcəksiniz sujetimizi. Qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Bu arada aktiv olun. 560 68-ə yığmaqda. Müğənni Bəsti Bəkirova. Xoş gördük sizi. Mədinə Məlik, prodüser. Və Şəhla Musayeva, fəlsəfə üzrə fəlsəfə doktoru. Xoş gördük. Bəli, Şəhla xanım o qədər elmli bir insan ki, birazdan şahid olacaq. Elməddin Cəfərov, hər zaman səmimi aktyor. Zarafat elədim, ciddiyə alma. Ruslar deyir ton ki, belə nazik gözə, yumur. Elməddin bir ki, çox istəyirəm onu, həqiqətən də. Və Elvir Əkbər, çox məşhur, sevimli psixoterapevt. Anonsa bir daha baxaq mı? Daha sonra burada olacaq, inşallah. Xaçmazda yaşayan bu ailənin təməli səmimiyyət üzərində quruldu. Onlar xoşbəxtliklərini illərdir necə qoruyub saxladı. 40 ildə bu münasibəti saxlayan səmimiyyət oldu. Həm sevgi vardı, həm səmimiyyət vardı. Birazdan düzünü desək də. Bəli, masanın üstündə. Sən masanın üstündəki torta mı gözün düşdü sənin? Ya, yəni tortun fonunda söhbətləri eşitirdim, səmimiyyət söhbətlərini, amma torta Ay düşürüm. səni. Amma indi görün Günay xanım nə qədər səmimi bir insandır ki, bu söhbətimizi də olduğu kimi təqdim edir tamaşaçılara da. Mən şüniyyət sevən insanam. Eləmi? Tort, əsas da Gəncə paxlavasını. O zaman çəkilişlərə sən də gəl bizlə gedək. İnan ki, o qapı yoxdur ki, orada tort olmasın. Tam da boğazımı otarmıram, qadanam. Sən fikrim düşməyə düşmədi. Yəni sevirəm amma bu... Amma istəmirəm axı, buradan televizorda, anonsda gördün ki, necə qəşəng tortu. Bilirəm ki, harcı bir iştaha gəldin də, amma istəyirəm... Ya, əslində indi toxam, biraz yemək çox yemişəm. Eləmi? Yayda diyeta istəyirdim saxlayam, Allah qurban. Mən də ümumiyyətlə bir, bilmirəm, şanssızlıqdır nədir. Mən dedim ha bu gün diyetaya başlayayım. Dedim 2 kilo çökərəm. Yaxır 3-4 gündə, çox yeyirəm həm var. Amma nə vaxt deyirəm ki, diyetasa saxlamıram, özüm yemirəm. O psixoloji deyil, biləndə ki, diyeta sonra bir açlıq. İlla ki, deyəsən ki, mən bugündən, misal üçün, çörək yeməyəcəm, az yeyəcəm. O günü bir dəfə yirsən, amma bütün günü. Demək ki, insan öz-özünə qarşı da bu qədər səmimi olmamalıdır da. Siz gəlin mənim diyetama çox və dadlı yemək. İnanın ki, ondan yaxşı diyeta yoxdur. Çox yemək ye. Çoxlu yemək və dadlı yemək. Bəs necə olur onda arıqlayırsan? Onda bilirsiniz necə, orqanizm hər şeyi çox görəndə, orqanizm nə isə ehtiyata götürməyə ehtiyac bilmir. Siz özünüzü yeməkdən məhrum eləyirsiniz, orqanizmdə belə bir şuuraltı siqnal yaranır. O elə bilir ki, aclıq dövrüdür. Sabah nəsə yeyəndə hər bir yediyiniz ərzaqın hamısını kaloriya çevirir, ehtiyat saxlayır ki, birdən yenə aclıq başlasa ondan istifadə eləsin. Amma mən bildiyim qədər mən əslində müraciət elədim həkimlərə. Dedilər, siqnalda problem var, o siqnal gedir də doyanda. Hə, o siqnalın nəsə göz tutulubdur, yaxşı getir çatmır. 20 dəqiqə müddətinə də əslində deyil. Bəzən də görürsünüz ki, elə gəlirlər, müraciət edirsiniz, işinizdə elədiklərini eləyirlər, effekt verməyəndə deyirlər nəsə başqa bir, nədirsə problem var. Ay Allah, biraz da iradəm olsa, iradəm yox deyə, arıqlama, iradə... Səmimi söhbətimiz düşdü. Yadımıza salaq, hər zaman problem olub. Rəhmətli Mirzə Ələkbər Sabir deyirdi ki, orucu tutdum Ramazanda, qaldı 2 gözüm qazanda. Bəli. Yəni ki, bu hamının problemidir ki, diyeta, pəhriz sözü yada düşən kimi beyin ancaq yemək işlərindən məşğul olmağa başlayır. Amma Şəhla xanım, o vaxt fiziki işlər çox görürdü. İndi texnika evimizi yıxıb, ona görə bu qədər kökəlirik. Düzdür də. Piyada gəzmirik. Və bir də
artıq çəkinin də, problemlərin də kökündə hamısında durur stres və ruh Bəli. düşkünlüyü. İnanın ki, insan çox da yeyə bilər, kalori də yeyə bilər. Əgər stressdən özünü belə kənarda saxlaya bilirsə, o kaloriyə çevrilməyəcək. İndi əllərinə bəhanə düşübdü. Baxın elə tamaşaçılar baxır, həkim olaraq deyim də bunu ki, ay hormonal pozuntu var, hormonal pozuntu var. Gedin endokrinoloqa müalicə eləsin, qutarsın da. Hormonal pozuntu ömürlük ola bilməz axı Bir də insanda. mənə elə gəlir ki, bu fəsildə ümumiyyətlə diyetadan söhbət getməməlidir. Bu fəsil çox apaslı bir vəziyyət alınır. Necə? Bax məsələn bu fəsildə vitaminoz gedir. İnsanların onsuz da vitamin yoxdur heç bir yeməklərdə və eyni zamanda vitaminlərin çatışmayan bir dövründə məsəl üçün bu fəsildə tutaq ki, çörək yemə, onsuz da vitamin yoxdur orqanizmada. Biraz da yeməyib insanda Aydındır. qanda əlbəttə problem ola bilər. Mövzumuzla bağlı, yəni mövzumuza aid olmayan mövzuda çox danışdıq. Bu da yəqin ki, studiyada bir səmimi bir abu-hava yaransın deyə hamının bəli, zəif nöqtəsidir. Arıqlamaq, çəki almaq, arıqlamaq deyil də çəki almaq hamımızın zəif nöqtəsidir. Amma mövzumuz səmimiyyətdir. Nə dərəcədə səmimi? Sual verəcəm, kim səmimidir? Hamı deyəcək, mən səmimiyəm. Hamı, elə mi? Mən səmimiyəm, bəli. Mədinə xanım, səmimisizmi? İki mikrofon ikisini də götürdülər. Nə tərmənisi mikrofonu Bəli, mən əl hə, burada buradım. iki mikrofon. Yox, səmimiyəm mənə qarşı səmimi olanlara qarşı. Yəni bəzən mən hiss edirəm ki, o insan mənə qarşı səmimi deyil. Mən istəsəm də səmimi ola bilmərəm. Çünki artıq o ruslar demişkən o baryer, o pregradanı o qurur qarşısında yəqin ki məndən razılaşır. Elmir qardaşımız. Bəli, siz də səmimisiz deyəcəksiniz yəqin ki. Bilirsinizmi, mənim səmimi olduğumu elə psixoloq özü baxan kimi insanın bir gözünü allatmaq heç vaxt olmaz. Bir insan artıq danışanda və onun üzünün ifadəsinə, gözünə baxanda hər bir insan özü üçün bir psixoloqdur, Günay xanım. Heç bir insan deyə bilməz ki, mən özüm haqqında xarakterizə özümü eləyə bilmərəm. Amma insanın nə dərəcədə səmimi olduğunu qarşısındakı onsuz da görür. Amma hər kəs özü də daxilində bilir ki, o necədir. Yaxşı, mən elə düşünürəm, yox Elmir bəy. Nədir səmimiyyət sizin üçün? Yaxşı, mövzunu biraz belə bu tərəfdən qoyaq. Şəxsən mənim üçün səmimiyyət o deməkdir ki, yəni sənə daxil olmayan insanlara heç o qədər səmimi olmağın da lazım deyil. Hər şeyin səmimiyyət nədir? Səmimiyyət o deməkdir ki, yəni insan əvvəl ailədə. Səmimiyyət o deməkdir ki, insan heç bir şeyi gizlətmir. Səmimi insan Saxlamamaqdır. Yox, bəs o elə onun o səmimiyyətin içərisində baxın, bilirsiniz nə qədər o böyük bir məfhumdur. Belə götürəndə bir misal çəkməklə bitməz. Səmimiyyət deyəndə səmimiyyətin deməli o sözün ətrafında o qədər fikirlər var ki, səmimi olmaq üçün insan yalan danışmamalıdır. Səmimi olmaq üçün insan canını yandırmalıdır, canı yanan olmalıdır. Səmimi olmaq üçün ailəni, torpağı, vətəni, xalqı sevmək lazımdır. Bunun içərisində o qədər belə deyək ki, fikirlər var ki. Mədinə xanım, mikrofon götürün. Sizin üçün nədir səmimiyyət? Səmimilik mənim üçün sadəlikdir. İlk növbədə. Elə düşünürəm ki, insan sadə olmalıdır və bəzən bunlar da fərqli məqamlardır. Bəzən sadəliyi də səmimilik kimi qəbul. Yəni biraz mənə elə gəlir ki, Elmir bəy hamımızdan daha gözəl cavablandırar bu suala. Amma ki, mənim üçün səmimilik, sadəlik və bunlar bir sinonim kimi mənim üçün bir vəhdət daşıyır. Çünki bəzən sadəlikdən o qədər səmimi olursan ki, səni səhv anlayırlar, hətta belə məqamlar olur. Və hər zaman, yəni mən öncədən dediyim kimi, mən dedim öncədən danışanda ki, mən hər kəsə qarşı səmimi deyiləm. Səmimiliyi hiss edib səmimiyəm. Mən bunu deyərkən show biznes əhlini nəzərdə tutdum. Adi insanları yox. Adi insanlar çox şükürlər olsun ki, belə deyək, artist çox azdır. Çox azdır. Aktyorlar var, artistlər yoxdur. Amma show biznesdə təəssüflər olsun ki, aktyor azdır, artist çoxdur. Ona görə bəzən mən dediyim sözlər show biznesə aiddir. Buyurun. Mən biraz bunu bir elmi tərəfdən yanaşacağam. Yəni izahlı lüğətində, Azərbaycan rus dilində serdeçnost adlı bir məfhum var. Yəni bu ürəyə açıqlıq, bu sözün səmimiliyin sinonimidir. Mehribançılıq, saflıq.
Bəzi yəni Türk ölkələrində saf insanlar deyirlər, səmimi insanlara. O saf insanlar indiki yəni mühitlə əlaqədar, öz münasibətləri ilə, ünsiyyətləri ilə əlaqədar öz saflıq nə qədər çox səmimi olsalar, bir o qədər də əziyyətini çəkəcəklər. Mən misal üçün öz səmimiliyimin çox əziyyətini çəkmişəm. Və qərara gəlmişəm ki, artıq səmimi olmağımda qalıram, mən dəyişə bilmərəm. Sadəcə mənim səmimiliyimdən istifadə edən insanlardan artıq ehtiyatlı olmağa başlamışam. Onlardan uzaq gəzməyə başlamışam. Sadəcə dinləyicisi olmuşam onların. Ancaq səmimi fikirlərimi söyləməkdənsə söyləməməyi qərar vermişəm. Yəni öz təhlükəsizliyim baxımından. Sərhəd qoyursunuz da Bəli, artıq bəli. sərhəd. Əziyyət çəkmişəm deyirdi, yəni nə formada əziyyət çəkmisiniz? Sənin sözlərini bir başqa cür hallandıran insanların hamısı səmimi deyil, saf deyil axı. Yəni sənə qarşı da müəyyən münasibətləri olur, fikirləri olur. Tək məndən getmir söhbət, hamıdan gedir. Yəni eyni fikirli, eyni münasibətdə olan qarşılıqlı hörmət qarşısında insanlar səmimi ola bilirlər. Əgər qarşılıqlı hörmət yoxdursa əslində, bu qarşındakı insanın beynində, fikrində başqa fikirlər varsa, nəyisə sənin ideyalarını oğurlamaq, hansısa sözlərindən istifadə edib başqa intonasiya ilə başqalarına çatdırmaq və s. belə şeylərdən istifadə edərək münasibətlər pozulur. Yəni səmimiliyə qarşı insanlar gərək biraz ehtiyatlı olsunlar. Aynen. Hər şeyin ifrata varmağı ziyan verir. Elmətdin, Mənim üçün səmimiyyət insanın tutduğu yəni mövqedən asılı olmayaraq, yaşayış tərzindən asılı olmayaraq, gördüyü işdən asılı olmayaraq, egosunu bitdiyi yer, yəni özünə razılığın bitdiyi bir yerdir səmimilik. İnsan, yəni mən aktyorum, tanınmış insanım, qarşımdakı tamaşaçısı ona çox sağ ol deyib xaltura eləyib və yaxud belə deyək də saymaz yanına, amma səmimi yaxınlaşanda insan olaraq sən öz mövqeyini, egonu qoyursan bir qırağa, necə doğulmusan, o cür yanaşanda bax səmimilik mənim üçün budur. Amma o demək deyil, səmimilik mütləq dərəcədə düz olmalısan, hər yerdə doğru söyləməlisən. O demək də deyil ki, yəni doğru söyləmək üçün yalan söyləməsin. Yox, Həzrət Əlinin bir gözəl kəlamı var. Deyir, hər doğru hər yerdə söylənilməz. Bəzi yerdə susmağa da bacarmalısan. Bu sənin çizgilərin olmalıdır, özünün sərhədlərin olmalıdır. Yəni bəzi doğruları bəzi yerdə söyləyib zərarını çəkə bilir insan səmimiyyətindən. Amma bəzi yerdə susmaq lazımdır. Amma insan olaraq, fitrət olaraq İnsanın bir dənə söz var, yəni Quranda ayətdə yaranışların içində ən mükəmməli insandır. Zaten biz mükəmməl yaranmışıq. O mükəmməlliyi tapdıqca bunların içində sadəlik, səmimilik, insanlıq, sülh, barış, bütün bunlar da, yəni bunlar da mənim üçün ən dəyərli olanlar. İnsanı insan eləyən faktorlar, bizi ən üstün eləyən şeylər. Amma çizgilərimiz olmalıdır. O çizgilər nədir? Bəzi yerdə susmağı bacarmaq, bəzi yerdə bağışlamağı bacarmaq, bəzi yerdə satmamaq, özünü ən azından satmamasın. Bir yerdə bir şeylər deyirsən, götürüb başqası o qədər onu başqa cür hallandırıb sənin haqqında pis verə bilir ki, istifadə edə bilirlər ki, susmaq və bu qədər, yəni belə Çox özün gözəl qorumasın. bir məqama toxundu Elmətdin bəy. Yəni biz həqiqətən də yəni gündəmdə olan bir insanlarıq, amma mən çox rastlaşmışam, təəssüflər olsun. Hər kəsə şamil etmirəm, amma var show biznes insanların içində. Misal üçün el şənliyində mi deyim, hansısa bir proqramda mı deyim, yaxınlaşırlar, mən şahidə olmuşam. Şəkil çəkdirməyə, adi bir insan. Ona elə cavab veriblər ki, and olsun Allaha, o insanı o qədər pərt ediblər. Mən utanmışam o insanların yerinə. Çünki heç vaxt bilmək olmur. Əziz belə deyəndə, mən sənət yoldaşlarım demirəm, amma bir deyək ki, bir mətbəxdən yemək yeyirik. Bilmək olmaz, ola bilər ki, hansı restoranda süpürgəçi mi deyim, qabyan mı deyim, mənlə, səndən və digərdən daha qat-qat yaxşı insandır. Ona görə o səmimilik mənim üçün, mən onu illərdir qoruyub saxlayıram və xanım demişkən, onu dəyişmək mümkün olmur. Yəni bu yaşıma qədər dəyişməmişəm. Bəzən elə məqamlar olub ki, demişəm yetər. Da belə olmayacam, amma alınmır. Çünki xəmirimiz belə yoğrulub. Ona görə çalışaq o səmimi, çox gözəl hissi, onu itirməyək. Aydındır. Elmir, buyurun. Siz necə düşünürsünüz? Nəhayət ki, bu işin mütəxəssisinə gəlib çatdıq.
Səmimilik nədir? Bilirsiniz, burada danışırıq. Mən hiss edirəm ki, hamımız biraz çətinlik çəkirik. Bunun bizdə elmdə, elmi iş yazanda belə bir anlayışlar, ponyatinaya baza deyirik də rusca. Yəni bu əslində səmimiyyət deyəndə nəyə nəzərdə tuturuq? Biraz çətinlik çəkirik konkret formalaşdırmağa. O göy qurşağında necədir? Deyirik 7, bəzi ölkələr 6 rəng var orada, amma o rənglər bir-birinə elə belə keçir ki, məsələn yaşılla göyün arasında firuzəyi gəlir, sonra mavi gəlir, sonra tədricən keçir. Onu hiss eləmək olmur. Hisslər də bir-birinə belə keçə bilir. Yəni səmimiliklə dürüstlüyün arasında sərhəd çəkmək biraz çətindir. Səmimiliklə bayaq dediniz ki, mülayimliyin arasında, səmimiliklə xoş xasiyyətin arasında sərhəd çəkmək çətindir. Yəni bunlar hamısından biraz var. Amma biz səmimiyyət haqqında danışanda ancaq onun gözəl tərəflərini görürük. Busa belə deyil. Aha, hansı tərəfləri var? Reklamlardan sonra danışacaq, açıqlayacaq Elmir. Hazırda reklama baxmağın zamanıdır. Biz hazırda yayındayıq və söyleyeyim ki 1 iyun uşaqlar günüdür və biz hazırlıq görürük. 1 iyun təbii ki düzünü desək də uşaqlar günü, uşaqları müdafiə günü qeyd olunacaq. Kim istəyirsə övladlarıyla birlikdə təbii ki verilişə dəvət oluna bilər, dəvət edirik, yəni gələ bilərlər. Uşaqlar sizlə tanış olaq. Adın nədir sənin? Mənim adım Nəzrindir. Nəzrin, sənin? Mən O yox, Kamaldadır. Kemal'e. Aysan. Aysan. Sen dedin. Sen? Liana. Liana. Burak Keçim. Sen? Teymur. Umut. Seyit. Hansı məktəbin uşaqlarısınız? 21-ci əsr. Elə mi? Əslində Atabəyə səs yazmağa gəlmişsiniz. Nə səsi yazırdınız? Bu biz son zənglə mahnılar yazdırırıq. Aha, oxuya bilərsinizmi indi Bəli. burada? Oxuyun baxaq. 29-u səhv etməmsə son zəng Bəli. olacaq və ona görə də uşaqlar belə hazırlaşırlar. 1-ci sinifsizdə siz, düzdür? Xeyr, 4-cü sinifsiz. Aha, mahnını eşidək. Ay Allah, Allah göstərməsin, bir səhv eləyəsin uşaqların yanında, öldürərlər adamı. Bəli, oxuyaq. Kim oxuyacaq? Biz hamımız siniflə oxuyuruq. Hə, hamınız siniflə o zaman oxuyun, eşidək. 3, 2, 1, başlayalım. Əmin yazır ki, mahnısız. Mahnısız, hə, mahnısız. Наш класс, это слово мы услышим еще не раз. Наш класс, благодарны педагогам мы за их наказ. Нам учителя, добрые друзья, вы по жизни нас ведете за руку держа. Сердце вас храним, где со мной хотим, и родной Гюнай Ханум спасибо говорим. Uşaqlar, çox sağ olun. Öpün də sizi bir-bir. Öpün, öpün. Hamısını bir-bir öpmək istəyirəm. Gəl sən də öpün. Bax belə, 1 iyuna hazırlaşırıq. Uşaqlar bizim gələcəyimiz və gələcəyimizi düzgün şəkildə yetişdirək. Anonsa keçid alırıq. Uşaqlar, anons deyək mi bir yerdə? Anonsa baxaq mı deyək? 1, 2, 3. Anons gəlir. Gelir. Xaçmazda yaşayan bu ailənin təməli səmimiyyət üzərində quruldu. Onlar xoşbəxtliklərini illərdir necə qoruyub saxladı. 40 ildə bu münasibəti saxlayan səmimiyyət oldu. Həm sevgi vardı, həm səmimiyyət vardı. Birazdan düzünü desək də. Uşaqlarla həqiqətən də çətindir. Qarışqa kimi onların kaprizləri ilə oynamaq sayıcılara bu da verilişdə bir səmimiyyətdən doğurdu ki, uşaqları gördüm, mütləq fikirləşdim ki, verilişimizə onlar da gəlib bir rəng qatsalar yaxşı olar. Necə də olsa gələn həftənin bazar ertəsi bu günü qeyd edəcəyik. Nəzərinizə çatdırmaq istəyirəm ki, verilişimizin baş sponsoru Oksigen Klinik Xəstəxanasıdır.
Bəli, Oksigen Klinik xəstəxanasında müxtəlif xəstəliklərlə bağlı müraciət edə bilərsiniz. Nəzərinizə çatdırım ki, Oksigen Klinik xəstəxanasının pediatriya şöbəsi yeni doğulmuş uşaqların tənəffüs sistemi, həzm sistemi, allergiya, infeksiyon xəstəlikləri, mədə-bağırsaq sistemi xəstəliklərinin müalicə və diaqnostikasını həyata keçirməklə sizin xidmətinizdədir. Əlaqə nömrələri 012 ilə 906 www.oksigen.az ünvanından əlavə məlumat əldə edə bilərsiniz. Və bundan da əlavə Lor şöbəsində bütün növ qulaq, burun, qırtlaq və odlaq xəstəliklərinin müayinə və müalicəsi müasir tibbin son imkanları ilə uğurla aparılmaqdadır. Aparılan əməliyyatlar plazma Diego Shaver aləti ilə qansız həyata keçirilir. Yəni boğazda, burunda artıq ətlər varsa çox asanlıqla qutara bilərsiniz. Bundan odur ki, Oksigen Klinik xəstəxanasına yollanın. Nə edirik? Daha bir qonağımız var, onu sizə təqdim etməliyəm. Tacir bəy, xoş gəlmisiniz. Və bildiyim qədər səmimi görünürsünüz. Düzdür, ilk dəfədir verilişimdə qonaqsınız. Mən də digər tamaşaçılar kimi tamaşaçı olaraq izlədim sizi hər zaman. Mənim üçün Tacir bəyin möhrü uşaq yaşlarında həmin o mahnı ilə vurulub, hansı ki Qızıl Fondda hazırda saxlanılır. Mən bildiyim qədər səmimisiniz. Həyatda necə? Səmimisizmi? Yoxsa baxır harada səmimi olmaq lazımdır? Ümumiyyətcə, insan səmimi olmalıdır. Hər bir insan səmimi olmalıdır. Çünki səmimiyyət gözəl şeydir. Amma bəzi baxımdan səmimiyyət sərf eləmir. Yəni səmimi olmaq sərf eləmir. Niyə görə? Məsələn, mən insan tanıyıram ki, öz kollektivində qarşı onda səmimiyyətdən əsər əlamət yoxdur. Amma o kollektiv onu elə sayır ki, baxırsan ki, vay, bunlara neyin ki, ancaq təzik, ancaq... Ona gətir qılınç müsəlmanlıq, yəni sərt, belə azaqlı, rahatlığı canımız mən görmüşəm ki, bir digəri, məsələn, çox səmimi, çox qardaş yəni məsəl üçün, bir dənə küfür eləmədən, yanaşır, amma onu da saymırlar. Saymırlar və onu gecikirlər, yəni inilir. Amma mən bildiyim səmimiyyət çox gözəl şey. Çox üzr istəyirəm. Günah bir söz dedim. Ümumiyyətlə bu söz çox adam dilində var. Qılınc müsəlman, qılınc İslam. Ümumiyyətlə mən bir şey deyim. İslam sözünün ərəb dilində, Azərbaycanda tərcüməsi barış deməkdir, sülh. Qılınc sülh. Qılıncla sülh mümkün deyil. Qılıncla barış, sevgi, sayğı mümkün deyil. Və müsəlman sözünün tərcüməsi özünü tam səmimi Allaha təslim edən deməkdir. Qılıncla tam səmimiyyət mümkün deyil. Ümumiyyətlə bu sözün anlamı ilə oturuşu düz səslənmir. Bunu çalışağın, dilimizdən uzaqlaşdırağın. Hə, bir ərazini qılıncla almaq o ayrı şeydir. Amma siz dediyinizdə bir şey deyim. Vallah mən o şeyin tərəfdarı deyiləm. Yox, qılınc müsəlman o baxımdan ki, istəmirəm bu qədər onun xırdalığına gedək də. Yəni bilirsən necə? Sərt idarə olunmalıdır. Müəyyən mənada mən Tacir müəllimlə razı tərəflərim var ki, təbii ki, elə bir komanda, kollektiv var ki, o içində bir necə deyim, deyək işə qeyri-ciddi yanaşırlar. Onlarla biraz sərt danışmaq məcbursan. Başqa cür mümkün deyil, çünki işə qeyri-ciddi yanaşırlar. Səmimiyyət göstərdinsə orada... Hə, biraz o var. Mikrofonla, Tacir bəy, mikrofon. Yəni, səmimiyyət göstərdinsə orada mümkün deyil ki, orada... O deyirlər, üz verdikcə astar istəyir. Yəni, bu məsələ də özünü. Amma mən, valla, bunun çox əksində görmüşəm. Tarixdə də var çox sübutlar ki, heç çox səmimiyyət olub, səmimiyyətlə hakimiyyət qurublar, dövlət qurublar və idarəçilik olub. Şirkətlər də var elə. Amma bu birisi tərəfdə var. Bu o demək deyil, səmimiyyətlə mümkün deyil. Təbii ki, səmimiyyətlə. Bu biraz... Səmimiyyətdən danışmırıq hazırda. Mən əgər ki, bizim danışdığımız sırf yumşaqlıq, mülayim xasiyyətdən gedir söhbət. Səmimiyyət sözün həqiqi mənasında hər şeyi olduğu kimi çılpaqlığı ilə təqdim eləmək deməkdir. Əgər mən qəzəbliyəmsə hardasa, qışqırmağım o səmimiyyətdir. Əgər bir insanın hansısa, məsələn, gözünün rəngi xoşuma gəlmirsə, onu çılpaqlığı o deməyəm ki, sənin gözün niyə çəpdir? O səmimiyyətdir əslində belə götürəndə. Yəni ona görə də səmimiyyətin özü də etika ilə... Qışqırmaq səmimiyyət ola bilməz axı, necə yəni səmimiyyət? Yox, səmimiyyət... O demək istəyir ki, göründüyü kimi, olduğu kimi. Siz dediyiniz xoş xasiyyət, səmimiyyət olur da, xoş xasiyyət. İnsani münasibətləri var. Səmimiyyət bir fəlsəfi kateqoriya olaraq əslində o mənanı kəsb eləmir. Səmimiyyət odur ki, yəni necə varsa o tərzdə təqdim eləmək. İcazə olar Günah xanım. Buyurun. Baxın,
mübahisə eləyirlər. Ancaq mən bir yəni Elmir müəllim yadına düşər, yəqin mənimlə razılaşar. 4 tip insan xarakteri var. Bəli. Sanqviniklər, xoleriklər, flegmatiklər, melanxoliklər. Bunların arasında sanqviniklərlə xoleriklər ən səmimi insanlardır. Biri müsbət tərəfə xoş xasiyyətliyindən, mehribançılığından, yəni ürəyi açıqlığından, insan sevərliyi ilə səmimidir. Xoleriklər əsəbiliyindən, aqressivliyi ilə səmimidir. Tacir müəllim demiş. Yəni hər ikisi səmimidir. Sadəcə xarakter tipləri onları məcbur edir ki, elə davransınlar. Ən səmimi olmayanlar melanxoliklərdən flegmatiklərdir. Elədinmi Elmir müəllim? Yanılmıram. Mən belə algıladığımı deyirəm. Deyir ki, bax mənim durub burada biz sizə erkənə hansısa tonda bir söz deməyim bu səmimiyyətdən irəli, amma bu etikasızlıqdır həm də. Səmimiyyətin bir də o tərəfi var. Yəni mən belə sizi belə başa düşdüm. Yəni səmimiyyətin hər tərəfi də yaxşı bir şey deyil. Elmi söylüyor ki, yəni əgər sənin gözündə əyrilik varsa, demək ki, məsələn, sən bugün çox özəl görünürsən, bu səmimiyyət deyil. Amma səmimiyyət odur ki, desin ki, gözün niyə belə əyridir? Yəni, amma bir çox hallarda insanlara bunu demək olmur axı. Kiminsə qəlbini qırmaqla da səmimiyyət düzgün. Mən elə düşünürəm ki, ən yaxın olan, çevrəndə olan insanları Elmir bəy nəzərdə tutdu. Bilirsiniz, yenə deyirəm, səmimiyyət əgər bir anlayışdır, bir fəlsəfi kateqoriyadır və onun izahı o demək deyil ki, bugün biz nə xoşumuza gəlirsə ona səmimiyyət deyirik. Gözə etikaya da səmimiyyət deyirik. Halbuki etika ilə səmimiyyət bir-birinə ən daban-dabana ziddir. Etika odur ki, mən gəlmişəm, baxın, xoş olsun deyə sizə, məsələn, mən xoş sözləri deyirəm, nəcib davranıram və ümumiyyətlə də etiketlər hamısı buna gəlir. Məsələn, ən çox etikaya riayət edən xalqlar hansıdır? O ingilislər, onlar ən çox bu qaydalara riayət eləyirlər. Onlar ən çətin paltarları geyinirlər, ən çətin ayaqqabıda ayaq üstə dayanırlar. Ancaq o insan özünə buraxsalar, o istəyər ki, ayaq yalın gəzsin bəlkə də. Səmimiyyət əslində mənası odur ki, hər şeyin olduğu kimi təqdimatına səmimiyyət deyirlər. Amma xoş danışıq, insanlarla dil tapmağı bacarmaq, insanlarla ünsiyyət qurmaq, bu artıq başqa bir termindir. Bu artıq başqa bir anlayışdır. O xasiyyətin xüsusiyyətidir və mikrofon. Amma öncədən də siz də mənlə razılaşdınız ki, yəni sadəlik özü də səmimiyyətin bir sinonimi olaraq, nə bilim, sadəlik, saflıq, bunlar hamısı mahiyyəti odur, səmimilik. Yəni tutalım ki, misal üçün bəzən insan olur ki, siz demişkən etika, estetika cəhətdən təmiz çərçivədən çıxır, o artıq inanın mənə saflığını da itirmiş insan olur. Belə hallarla rastlaşıram, belə şeylər də olur. Mən xanım Şəhla xanım yəni 4 yerə böldü səmimiyyəti. Bəli. Amma o bölmür, bura qədər bölüblər. Yəni o dərinliklərə biz gedib çıxıb çata bilmərik. Yəni o tamam bir başqa sahədir. O elmi cəhətdən. Elmi cəhətdən dedik, amma o səmimiyyətdir. Üzr istəyirəm, mənim sizə çox böyük hörmətim var. Yəni sadəcə olaraq mən elə bir ki, öz fikrimi müdaxilə elədim. Amma əslində hər kəs burada öz fikrini söyləməlidir. Bəli, mən öz fikrimi söylədim. Amma belə ara-arada mən sizə böyük hörmətim var. Amma Elmir müəllim, mən də bir tamamlama deyirəm. Xanım dedi, siz dediniz ki, məsəl üçün, bayaqlar düz dediniz onu. Məsəl üçün, dediniz ki, birinə demək olar ki, gözün niyə əyridir, məsəl üçün də. Bəli. Məsələn, onu desən, onun acığına gələr. Amma səmimiyyət olsa arada, heç onu desən qədrinə dəymez onu. Yox, səmimiyyət elə bir şeydir ki, səmimi olaraq insan korreksiya eləməlidir öz hərəkətlərə və dediklərinə. Mən səmimiyəm deyə, məsələn, mən heç vaxt, məsələn, indi mən Elmir müəllimdən razıyam, mən sizinlə tamamilə, amma elə şeylər var ki, səmimi ola-ola, mən fikirləşirəm birinci, məsələn, nə olsun o insanın, məsələn, hansısa bir problemi var, onu elə formada deyərəm ki, onun qəlbi qırılmasın. Səmimi ola-ola o səmimiyyətə korreksiya vermək lazım. Demək ki, hər yerdə səmimi olmaq olmazdır. Məsələn, elementar olaraq deyim, mən burada tam səmimi hər bir davranışımda ola bilmərəm. Çünki mənim üçün rahat olardı ki, ayağımı altıma yığım, bardaş qurma əyləşim burada. Onda olardı mən tam səmimi, mənim üçün necə rahatdır oturmuşam. Ancaq axı biz bunu hər yerdə eləyə bilmərik. Ona görə də səmimiyyətlə etika və nəzakət bir-birinə ziddir və insandan ağıl tələb edir ki, insan bilsin ki, məsələn, o xörəyi xanımlar bişirəndə bilir ki, istiot
istiotdur, duzdur, ədviyyatlar dad verir. Amma onu xanımın, usta xanım hansıdır bilir ki, istiotu əlinə görə də nə qədər istiot tökmək lazımdır, nə qədər duz tökmək lazımdır. Burada artıq xanımın ustalığı çıxır. Eləcə də insandan ağıl tələb olunur ki, bilsin harda hansı miqdar səmimiyyət olmalıdır, hardasa nəzakət və etika O insanı olmalıdır. tanımadan, o insana sərt üzünə belə nəyisə demək, əgər bir insan ətrafında olan, qarşısında olan bir insana fikrini onu tanımırsa, fikrini olduğu kimi deməyə mənə elə gəlir lüzum yoxdur. Yaxud Bəstə xanım, məsəl üçün O oturursan bir yerdə, ictimai bir yerdir, məsəl üçün tanımadığın bir şəxslə tanış olmuşsan. Hə, o qəfildə məsəl üçün sənə müəllim deyə müraciət eləməlidir, ya məsəl üçün bəy deyə müraciət. Məsələn, sənin adını çəkir. Deyir, bağışla mən sənin adını çəkdim. Mən də deyirəm ki, mən səmimiyyəti xoşlayan adamam. Problem yoxdur, mən adımı da çəkə biləriz. Səmimiyyətdir də bu. Yəni baxır adı necə çəkirlər də. Bax mən bir sual verirəm. Yox, primitiv mən adımı çəkir. Müəllim demədi, müraciət elədi. Mənə sonra üzr istəyir ki, bağışlayın mən sizin adını çəkdim. Səmimiyyətdən mi doğur? Yəni səmimi olur. Mən də deyirəm ki, mən səmimiyyəti xoşlayıram. Bir dəqiqə, reklama çıxacağıq. Hərə özü üçün danışır, heç kimi ümid... O qədər səmimi münasibət qurmusuz ki burada. Biz tamamilə o səmimiyyətə varmışıq amma Kimin əlində sayənizdə. mikrofon var danışır. Ay cəmaat, reklamlara baxacağıq. Gəlsin reklamlar. Xaçmazda yaşayan bu ailənin təməli səmimiyyət üzərində quruldu. Onlar xoşbəxtliklərini illərdir necə qoruyub saxladı. 40 ildə bu münasibəti saxlayan səmimiyyət oldu. Həm sevgi vardı, həm səmimiyyət vardı. Birazdan düzünü desək də. Günay eşidir. Alo. Alo. Bəli, eşidirik sizi. Xanım, efirə qoşulmaq istəyirdim. Efirdəsiz hazırda. Aparatda Zülümovdur. Salam. Salam. Necəsiz? Çox sağ olun, siz necəsiz? Yaxşı. Günay xanım, mən qonaqlarınızı salamlayıram, sizi salamlayıram. Axır ki, sizin efirə qoşuldum. Nəhayət ki. Görürsünüz bizim komandamız necə pisdir. Qoşmurlar sizə efirə. Qonaqlar fürsət verir. Yox, nə demək. Günay xanım, mənim sualım... Əslində, buradan tamaşaçılarımıza bir aydınlıq gətirmək istəyirəm. Yəni, verilişdən sonra zəng vururlar. Biz bir ayda zəng vururuq, 2 ayda zəng vururuq, yayına girə bilmirik deyən insanlara buradan söyləyirəm ki, gün ərzində zəngləri qoşmağa çalışırlar, amma görürsən ki, ya mövzuya uyğunluğu yoxdur və yaxud da ki, olur ki, növbədə başqa bir insandır, onun haqqına girməyək deyə növbə ilə qoşuruq tamaşaçıları. Yəni, əməkdaşlarımız son dərəcədə aktiv fəaliyyət göstərirlər, ona görə inciməyin bizdən. Alo. Alo. Bəli, eşidirik sizi. Günay xanım, keçək mövzuya. Günay xanım, mən Elmin müəllimi salamlayıram. Əleyküm salam, əleyküm salam. Bəli. Elmin müəllimə sualım var idi. Ha, buyurun xanım. Elmin müəllim, mən 7 ildə ailəliyəm. 7 ayda ailəliyəm, üzr istəyirəm həyəcanla. Bəli. 7 ayda ailəliyəm. Hələ də mən qaynanamın səmimiyyətinə inanmıram. Necə yəni inanmıram? Hər dəfə gedirəm, bu başqa vəziyyətdə görürəm də. Mən ayrı evim var, onun ayrı evi var da. Bu insanın hələ də xarakterini tuta bilmirəm ki, ay buna qarşı bu hərəkəti edeyim. Bir 5 dəqiqə əsəbləşir mənə, 5 dəqiqədən sonra elə ki, bu davanı edən bu insan deyil. Günay xanım, sizin neçə yaşınız var və qaynananızın neçə yaşı var? Mənim 22 yaşım var. Mən özdə qaynanam alıb, yəni üzr istəyirəm ifadəmə görə. Yəni ki, mən öz yoldaşımı belə tanımamışam. Yəni böyük məsləhəti ilə. Yox, əslində qaynananın özü məsləhət görüb ki, bu xanımı alsın. Neçə yaşı var qaynanasının? Qaynanamın 49 yaşı oldu dünən, 25-i sırağa gün. Aha, çox gözəl. Mən bunu əbəs yerə soruşmadım. Niyə görə? Ona görə ki, baba ayaqlarım elə o məsələni danışırdıq ki, Günay xanım, səmimiyyət hər yerdə öz çılpaqlığı ilə olmalı deyil. Deyirsiniz ki, qaynananız sizə elə gəlir ki, sizlə həmişə səmimi deyil. Təbiidir, bu heç pis də deyil. Çünki bəlkə hansısa bir gün qaynananız başqa bir səbəbdən hirslidir və o hirsini sizə görsətsə, təbii ki, sizi incidər. Ona görə də o məcburdur ki, qeyri-səmimi olsun, sizə gülsün, içərisində bəlkə bir problemi var. Mən yaşını ona görə soruşdum ki, ümumiyyətlə, bax, bunu
xahiş edirəm bütün elə öz həmcinslərim, kişilər birinci növbədə buna diqqət versinlər. Elə xanımlar özləri də qadın təbiəti kişi təbiətindən fərqlidir. Qadınlar belə deyək də təbiətlə daha çox bağlıdırlar. İndi bu tibbi mövzudur. Biraz açıqlığı ilə danışmaq istəmirəm. Bəli. Qadının durumu, psixoloji durumu ayın əvvəli ilə, ortası ilə, axırı ilə bir deyil. Kişi əgər problemi yoxdursa həmişə eyni cür ola bilir. Amma qadın özündən asılı deyil. Qadın ay kimi, günəş kimi, ağaclar kimi ağac yarpağını tökür, yarpaqlanır. Hər bir dövrdə, hər bir sikldə, həftənin günlərində, fəsillərində o təbiətə bağlıdır. Ona görə də o dəyişir. Bir gün özündən asılı olmayaraq daha aqressiv olur. Bir gün özündən asılı olmayaraq daha hirsli olur və yaxud da əhval-ruhiyyəsi olmur. Amma Emil bəy, ən səmimi insanlar məhz emosional insanlardır. Emosional insanlar daha səmimidirlər, düz deyirsiniz. Bəlkə elə xanımın qaynanası çox səmimidir. Ona görə xəssiyyət baxımından Və yəni emosional insanlar kinli olmur. 5 dəqiqəyə ki hirsləri soyur. Həqiqətən də elədir. Deyir 5 dəqiqədən qabaq hirsli olur, 5 dəqiqədən sonra soyur. Amma Günay xanım, bu lazımdırmı? Məsələn, şəxsən bir çox insanlara, məsələn, mənə bir qonşum və yaxud da həmkarımın bugün hirslənib, sabah məni öpməyə lazım deyil. Mənə lazım deyil, o mənlə o qədər səmimi olsun. O məndən etikanı qorusun. Baxır kiminlə. O 7 ayın gəlininin, mən sizə bir sözüm, biz burada tərbiyəvi söhbət aparırıq ki, xalq bizə baxır, eləmi? Baxın, bax kökündən deyəcəm. Əgər o 7 aydır o ailəyə gəlib və efirə qoşulub 7 ayın gəlini nə qədər düzgündür ki, öz qaynanasının, məsələn deyirəm ha, səmimi ya qeyri-səmimi barədə siz mənlə razısınızmı? Qərar verir və mən razılaşacağam Elmir bəy. Düzdürmü? Olmaz o qızımıza mən deyirəm, qızım, belə şey heç vaxt eləmirsən. Sadəcə vaxt lazımdır. Yox, zaman bir dəqiqə. lazımdır. Amma 22 yaşı var, 7 ayın gəlinidir, təcrübəsi yoxdur. Zəng vurub bizə, bax mütəxəssis ona yolunu başa saldı, belədir dedi. Bəlkə o başqa bir fikrə düşərdi, daha dərinləşdirərdi, qaynanam məni sevmir deyə, məni qısqanır deyə, başqa fikrə düşə bilərdi. Amma Elmir'in açıqlaması mənə elə gəlir ki, o xanımı başqa fikrə düşməyə gətirib çıxartmayacaq. Ona görə məncə normaldır zəng vurub fikirlərini söhbətə də söyləmək. gətirib çıxarda bilər. Baxın, mənim sözümü qəribçiliyə salmayın. Bax, o ailədə, o 22 yaşında gəlinin, biz bura zəng vurmağı 7 ayın gəlinində, yəni o ailədə mən hər tərəfli deyirəm, söhbətə də gətirib çıxarda bilər. Yaxşı, bəs 22 yaşı var, tutalım ki, zəng vurub 35 yaşı var, deyir ki, münasibətlərimiz çox pisdir. Belədir, qaynanamdan zəhləm gedir, qaynanamın məndən zəhləsi gedir. Yaxşı, belə olsaydı, 10 ildir, 15 ildir evliyəm, evlilik təcrübəm var desəydi, o zaman nə olardı? O fərdi olaraq, mən sizə bir söz deyim, ailə məsələləri o qədər... Hər şeyə də bir çözümümüz var, 15 ildə Elmir yanına elə məsəl üçün, məsələn, fərdi olaraq gəlsəydi... Amma olmaz ki elə, yox. O zaman biz telefonu xəttə niyə qoşuruq ki, niyə tamaşaçılara veririk ki, zəng vurun? Bəs o zəng vurub, bəlkə heç onun getmə imkanı yoxdur. Biz onsuz da getmək istəyən insanlara nömrələri veririk, hansı psixoloq istəyirlərsə. Amma yox, razı deyirəm. Dəmiri isti döyərlər. Xanım da bir açıqlamasını indidən bilməlidir. Bəli, buyurun. Əslində, məsələn, bu tamaşaçılarla, yəni... Bu bağlantı gözəldir. Bəli. Mənim aləmimdə onun qaynanəsi zəng edib desəydi ki, mən gəlinimi başa düşə bilmirəm, mən neyniyim? Yenə yeri var, amma gəlinin zəng edib qaynanəsinə müdaxilə eləməyi, yəni onun həyatından hansısa bir şey, o düzgün bir şeydir. Məncə siz səmimi deyilsiniz. O zaman biz özümüz istəyirik ki, insanlar səmimi olmasın. Şəxsən mən belə bir insanım ki, mənim yoldaşım, mən bilsəm ki, mənim yoldaşım evdən zəng eləyib, efirə qoşulub, 9 milyon qabağında mənim anamın sözünü deyir, onunla mən bir gün bir yerdə yaşadım. Görürsünüz mü? Mən deyəni Günay xanım, bəs mən onu deyirəm də. Bəs o ailədə münaqişə yarana bilər. Elmətdir, bax elə bu zəngə görə. Bir dəqiqə, kim bu fikirlə razıdır? Mən əleyhinəyəm, yəni. Siz əleyhinəsizmi? Yəni mən düşünürəm ki, əslində dəmiri isti döyərlər. 22 yaşı var. O biz deyir ki, əslində qaynanam mənimlə oğluna deyib ki, əslində
əslində bu xanımla ailə qura bilərsən. Yəni qaynanası birinci tabıb. Yəni mən onun tərəfdarıyam ki, əgər bir yerdə bir problem varsa, onu anında çözmək lazımdır. Nə gözəl. Elmir də ona o cür başa saldı. Kim bu fikrindən razıdır? Buyur. Mən deyim, artıq bu mentalitetdir, səmimiyyət deyil. Artıq bizim buradakı fikirlərimiz mentalitet deyil. Yəni xanım, qoy üzr istəyirəm, cavab verim, qadanam. Çox üzr istəyirəm. Bilən cavab verim, yenə danışırım inşallah. Düz 20 dəqiqə danışmıram. Özüm qəsdən sadə baxıb danışmıram. Yox, axırda sağollaşarsan. Mən deyim, baxın, qadın, xanım, da indi qadın deyirik. Xanım 7 ay gəlinidir və hansısa problemə düşür, zəng yeri soruşur. Bəli. Müəyyən məndə mentalitet baxımından mən də qəbul eləmirəm. Amma 7 ayın deyirik, niyə belə, sən kimsən? 7 il olsaydı, onda deyirik, nə oldu, evin tikəsi, 7 ildir nətər yola yedin? Hər şey bir çözümümüz var. Baxın, amma xanımım, mən Günay xanıma buradan demək istəyirəm. Əslində, inşallah, ən xeyirlisi odur ki, səbr eləyəsən. Yəni, bizdə belə bir xanımlarda adətən, təbiətlə bağlıdır, nə ilə bağlıdır. Buradan çıxır, ər evinə gedəndə, hər şey öz ata evindəki kimi gözləyir. İndi mən qışqıracağam, anam deyəcək, qızım əsəbləşmə. Qoy gəlim qutarım da, hələ yoldayım. Atama sifət eləyəcəyəm, atam mənə gəlib öpəcək. Yox, sən artıq qaynatadır, biraz pərdə var. Qaynana da pərdə var. Və bunları artıq sən özün də böyük bir fərdsən, insansan, şəxsiyyətsən. Biz hələ onun ağzından qopa bilmədiyimiz üçün. Bəzən kişilər də doğru, açıq deyirəm də. Bəzən anamız bizə belə bir sığal vuranda bir baləcə, ay, yaman ağrıyıram deyib, eləyib nazlandığımız olur. Da olur da, boynumuzu alıram. Mən də bunu da deyim, tək xanımları demirəm. Ana əli dəyəndə sadımda da yaman yumuşalır. Amma bir də məsuliyyət olmalıdır. Artıq bu qaynanadır. Anan ölməsin, yoldaşın sən heç baxmır. Bir də Günay xanıma bir şey deyim. Əgər onun, sən misal üçün də tərəzidə təbii ki, özü ananı seçsən. Əgər onun sənin anan kimi olduğunu istəyirsənsə, sən də ona öz anan kimi ol. Necə ki deyir, Quranda bir dənə deyir. Deyir, valideynlərinizə uf belə deməyin. Bəli. O zaman sən də onun anasına uf belə demə. Bunun çox gözəl bir cavabı var da, mən belə deyədə, indi yaşca böyükəm. Səndən çox-çox. Allah ömür versin bütün analara. Analar mənim çox yaralı yerimdir və ən incə bir yerdir mənim üçün, mənim qəlbimdə. Qız, hansısa bir qız, hansısa ailəyə düşərkən, o hansısa bəyi bəyənib gedir də o ailəyə, düzdür? Ailə qurur, gedir. Və o təkdir. Orada baldız var, orada qayın var, orada qaynana var, qaynata var, düzdürmü? Müxtəlif insanlar var. Bir dəqiqə, o gedib, tək o özü, hamını özü kimi eləyə bilməz. Onun o məcburiyyətindir ki, özü onlar kimi olsun. Yalnız onda hər şey əmnəmanlıqdan keçər. Tacir bəylə niyə razılaşıram? Çünki mən elə düşünürəm ki, yenə Allah səbir versin. Amma bəy biləndə ki, xanım, mən elə düşünürəm ki, Günay xanım onun ətrafında, çevrəsində var axı, ən azından öz anası. Anası nə bilirsiniz nə deyir? Misal üçün, o çevrədə olan yaxın insanlarla səmimi söhbət edə bilər, məsləhət ala bilər və yaxud sizin efirdən Elmir bəyin telefonunu götürə bilər və Elmir bəyə ayrı-ayrılıqda zəng vura bilər, deyə bilər Elmir bəy, mənə bir məsləhət verin, düz deyilmi? Razı mən də onu dedim də, deyiləm. Mən əslində o Günay xanıma... Baxın, bu efir milyonlar üçündür. Həyatda təcrübə nəyə deyirik? Etdiyimiz səhvlərə təcrübə deyirik. Əslində bu xanım da bir səhv etsin. Ondan sonra səhvin üstündən də nöqsanları tutaq, şişirdək, danışmaq bu mu lazımdır? Amma belə bir vəziyyətdə olan başqa insanlar da var. Yəni bu efir onunla, yəni onun üçün biz efir edirik ki, digər insanlar da baxsınlar, nəticə götürsünlər. Elmir'in dedikləri söz, bəlkə o durumda olan başqa insanlar da var. Yəni mən onun tərəfdarı deyiləm. Yəni siz onu tanımırsınız, bəlkə bu verilişə gəlsəydi, danışsaydı, bəlkə qınama sizinlə həmkin olardı. Məsləhət istədiyinə görə 10 dəqiqədir xanım baltalı edir. Xanıma fikrimi bitirməmişəm. Yəni ki, mən onu demək istəyirdim belə Elmir müəllim ki, Elmir müəllimə müraciət elədi. Biz hamımız belə ağsaqqal, ağ bir şeyh kimi mentalitetimizdən gələn dəyərlərlə danlamağa başladıq. Taci bəy elədi. Bilirsiniz? Birinci mən danladım, sonra Tacir danladı. Birinci mən başladım. Nə demək istəyirəm? Birinci... Günay xanım, əslində bu müzakirədir. Yəni sizin durumunuzda olan başqa insanlar da ola bilər. Çox diqqətlə qulaq asınlar. Çünki biri var ki, ətrafında olan insanlardan məsləhət almaq. Anadırsa, sizin aspektdən yanaşacaq mövzuya. Bacıdırsa, sizin tərəfdən, sizin maraqlarınızı nəzərə alaraq yanaşacaq. Rəfiqətsə, bilmirsən, təcrübəsi var, yoxdur, düzgün mü istiqamət göstərəcəksə, ən yaxşısı mütəxəssisdir. Elmirə dinləyək. Elmir, buyur.
Birinci onu deyim ki, o Günay xanımın zəng vurmağı niyə görə yaxşıdır və olmalıdır? Bəli. Təbii ki, şu bəlkə də həmin Günay xanımın özü deyil. Bəlkə onun əsl adı Aygündür, Gülçöhrədir, bəlkə onun Bəli, rəfiqəsidir, bacısıdır. Bəlkə biraz faktları dəyişərək belə sual verir ki, o cavabdan nəsə özü eşitsin, başqası eşitsin. Yəni bu zəng vuran tamaşaçılar sizə çox gözəl missiya eləyirlər və siz də çox sağ olun ki, bu şəraiti yaradırsınız ki, insanlar hansısa bir durumlara bir analiz elənilsin və hansısa bir sözləri eşitsinlər. Bəli. Çünki doğrudan da hər hansı bir problemi böyütmək lazım deyil, danışmaq lazımdır, bölüşmək lazımdır, açıqlanmaq lazımdır ki, o məsələnin həllini Bəli. tapsın. Günay xanımın sualını cavablayın. Dediniz ki, bitirməmişəm. Daha sonra tamaşaçımız olacaq. Buyurun. Amma Mən Günay xanıma məsləhət görürəm ki, məsələn, mənim bacım olsun o, fərqi yox, mən onu tanımıram, amma buradan mən ona bir qardaş kimi münasibət belə deyə bilərəm ki, onun fikri budur, deyir, mən qaynanəmin başa düşəb tuta bilmirəm də, bir gün belə olur, bir gün belə. Mən də deyə bilərəm ki, Günay xanım bir səmimiyyət göstərsin, bir 10 gün, 20 gün, belə də yoxlasın. Məncə bir 10 gün, 20 gün deyil də, bir ömür səmimiyyət göstərin. Buyurun, Elmir. Demək, mən o xanımın, yaşlı xanımın ona görə yaşını soruşdum ki, onun 49 yaşı var. 49 yaşında qadınlarda xüsusi dəyişikliklər baş verir. Hansı ki, onların əhval-ruhiyyəsi hər gün dəyişir. Bugün aqressiv olacaq, sabah öz-özünə ağlayacaq, bürsün sizi günahlandıra biləcək. Bu, sizə görə deyil, onun yaşı ilə bağlı olan bir məsələdir. Ona görə də siz çalışın ki, o bioloji məsələni, o faktoru nəzərə alın və onu yola verməyə çalışın. Başa düşün ki, o yaş dövrünə çatanda sizin özünüzdə də bu əhval-ruhiyyə dəyişikliyi mütləq olacaqdır. Bu məsələlərə mütləq nəzərə alsınlar və bilirsiniz, yenə deyirəm, o əvvəlki deyirik, mentalitet, adət, ənənə, siz deyirsiniz, belə görmüşük. Amma indiki gənclər, indiki ailələr o qanunlarla yaşaya bilmirlər. Ona görə də hamısı boşanır, dağılır. Ona görə də, ona görə də biz bugünkü gün onların tələbatından çıxış edib danışmalıyıq ki, onların ailələrini qoruya bilək. Baxın, Mədinə xanım, deyirsiniz ki, gəlir ailəyə, gəlin təkdir, onlar çoxdur. Amma bugünkü gün başqa bir aktual sual çıxır ortalığa. Gəlin niyə görə baldızına uyğunlaşmalıdır? Niyə qaynanasına, qaynatasına uyğunlaşmalıdır? Bax, bu insan, biz də deyirik ki, bu insan öz ətrafında ana tərəfindən, ata tərəfindən bir neçə adama məsləhət eləyir, məsləhət götürə bilər. Amma 9 milyonun qabağında Abşirvat qaynanan, Abşirvat eləyirsə o düzdür. Niyə zəng vura bilər? En azından yanınıza gələr. Mən bir də bu mövzuya qayıtmaq istəmirəm, çünki kifayət qədər bu mövzuya mən açıqlamamı verdim. Alo. Güllü xanım, eşidirik sizi. Eşidirəm sizi Günay xanım. Salam əleykum. Salamlayırıq sizi. Qonaqlarınızı da salamlayıram. Neçə yaşınız var? Mənim 62 yaşım var. 9 ayda 62 tamam elədim. İnşallah. Bəli, eşidirik sizi. Səmimi xanımsızmı? Sənə qurban, səmimilikdən danışsın. Mənim gəlinim gələndə heç istəkan tuta bilmirdi. Heç nə eləyə bilmirdi. Ona mən hər şey öyrətdim. İşi də, paltar yumağı, ev yürüşülməyi, xörək bişirməyi. Amma indi gəlinim təmiz tərsinə hərəkət eləyir. Elə bir ki, təmiz tərsinə bizi ilə hərəkət eləyir. Yatmağı, durmağı. Yəni boşqabları paltar yuyan maşında yuyur, paltarları boşqab yuyan maşında, yəni tərsinə. Paltarı başın yuyur, qabı maşın yuyur. Da əziyyətli iş yoxdur. Siz də qısqanırsınız ki, siz vaxtı ilə əziyyət çəkmirsiniz. Niyə sizin gəlininizdə o əziyyəti çəkmir? Hər şey hazırdır. 4-də 5-də gəlir, yenə yatmaz. Neçədə yuxudan durur xanım? Bilmirəm. Yuxudan saat neçədə durur? Gəlin, saat neçədə yuxudan durur? Gəlin. Neçədə yuxudan durur? 12-də yuxudan durur. Saat 11-də. 12-də durur, duran uşağı məktəbə. Bir dəqiqə, amma dinləyək. 12-də yuxudan durur. Əlbəttə qıcıqlandır. Mən dururam, xörək bişir, ev yığışdır, hər işi gör, bütün işi mən görürəm. Bir gündə görməyin. Bir dəqiqə. Məcburam. Bir də bir qonaq gəldi. Mən nə deyim gəlinim yatıb. Aydındır. Xanım, siz xəttdən ayrılmayın. Biz reklama bağlamaq ya da xəttdən ayrılsın, lazım olsa bir də calaşdırarıq Rüstəm. Mən istəyərdim ki, indi reklamlara baxaq, daha sonra burada olacaq. Bunu söyləyim sizə. Deməli,
deməli, baxın, Elmir müəllim. Deməli, baxın, səmimiyyətdən başladı, gəlin qaynana. Bax, deyir ki, hara hərrənirsən, hara fırlanırsan, elə qaynana gəlin mövzusu çıxır ortalığa. Heç dəxli var. Biz burada səmimiyyətdən danışırdıq. Amma bu da səmimiyyətdən doğulur. Yox, başa düşürəm. Ya, mənim deməyim odur ki, bu mövzu həmişə o qədər aktual bir mövzudur ki, əl-əsas da gəlinlərin daha çox yaralı bir yeridir. Aydındır. Mən zəngimizi edən xanım üçün, Güllü xanım idi, səhv etmirəmsə, düzdürmü, Səriyə? Güllü xanıma söyləyəcəm ki, 62 yaşınız var, sizə bir şey öyrədəcək deyilik. Çünki bizim sizin yaşınızın yarısı qədər belə təcrübəmiz yoxdur. Sadəcə olaraq Elmir sizə əslində müəyyən nələrisə söyləyəcək. Diqqətli olun və Güllü xanım kimi digər xanımlar da varsa, onlar da diqqətli olsunlar. Çünki yaşlı insanlar, mən bilirəm ki, məsələn, çox yatanı mənim anam da, məsələn, bazar günü olanda, saat 10-un yarısı, onda yuxudan duranda görürəm ki, deyinir ki, artıq bu saatda durmaq vaxtı deyil, daha tez durmaq lazımdır. Bunu ana da deyir, sadəcə olaraq ana qızına da deyir. Gəlin olduğu zaman gəlin adama yad kimi görünür, qaynana adama yad kimi görünür. Halbuki bunun daha betərini ana deyir, daha betərini ana edir, amma anamızdır deyə heç nə demirik, normal qəbul edirik. Buyur. Demək, burada bir məsələ var ki, təbii, bəlli yaşa çatmış insanlar, indi qaynanalıq yaşı yaşayan, 50-60 yaşında olan insanları təəccübləndirir ki, biz banka bağlayırdıq, biz evlər silirdik, biz qonaqlar qəbul edib yola salırdıq, biz növ-növ yeməklər bişirirdik. İndi amma gedirlər yeməyi hazır alıb gətirirlər, hansısa bir turşunu dükandan alıb gətirirlər. Görürsüz, xanım deyir ki, hətta paltarı özü yumur, paltarı maşın yuyur, qabı özü yumur, qabı maşın yuyur. Amma mən istəyərdim o yaş dövr xanımları xatırladaq ki, onların qaynanaları onlara nə deyirdi? Biz öküzləri, üzr istəyirəm, inəkləri sağmışıq, biz qoyunları yola verirdik, biz baltayla odun yarmışıq, elə idi də, kişi gedirdi, küçədə işləyirdi, odunu da qadın yarırdı. Yəni bu təbii prosesdir. Tarix inkişaf edir, insanların həyat düzəni yüksəlir, yaxşılaşır. Doğrudan da bu inkişaf deməkdir. İndi niyə görə gəlin paltar yuyan maşından istifadə eləməsin? Niyə görə o məcburdur ki, 100 banka bağlasın? Əgər bugün gəlin işləyirsə, məsələn, gözəl bir vəzifədə, yaxşı qazancı varsa, vacibdirmi ki, onun qapısının ağzını ilə özü süpürsün? Amma Elmir, bu xanım məncə evdardır. Yəni gəlin evdardır saat 12-də yuxudan durduğuna görə. Çünki işdə çalışan bir xanım 12-də yuxudan durmaz. 12-də yuxudan durur, daha sonra uşağını aparır məktəbə qoyur, sonra gəlir oturur. Tacir bəy necə gülürsə özümü saxlaya bilmirəm. Baxın. Sonra gəlir oturur. Amma məncə gəlin də insafsızlıq edir. Çünki ən azı bir qaynanana da kömək olmaq lazımdır. Burada bir nüans çıxır ortalığa ki, həmişə gəlib çıxır onun üzərinə ki, babalar o vaxtı düz deyibdi ki, el elə sığar, ev evə sığmaz. Bəli. Burada görürsünüzmü, qaynana istismar olunur, sözün həqiqi mənasında. Qadına evin işini gördürürlər. Anadır da, qurban olum analarımıza. Mən bilmirəm, o gəlin baxır, baxmır. Amma yəni mən böyüyə-böyüyə həmişə o sözü eşitmişəm ki, ananın qədrini bilin. Anaları qiymətli tutun, nə qədər sizin bu imkanınız var. Və inanın, anasını qiymətli tutmayan şəxs, istər bəy olsun, istər xanım, çörək at üstə olar siz piyada, yadınızda saxlayın. Aydındır. Bilirsiniz, mən razıyam, üzr Süjetimizi mi istəyirəm. təqdim Söhbət edəcəyik? ondadır ki, bu qaynananı gəlin incitmir. Yəni bir ailədə səmimiyyətin olmağı vacibdir. Mütləq, əgər ev evə sığıbsa, illah da orada səmimiyyət olmalıdır. Əgər səmimiyyət davaya aparacaqsa, o zaman elə bərbaşdandan evləri ayırsınlar məncə. Çünki bəlkə də mənə yaraşmaz bu haqda danışmaq. Bilirsiniz, yox. 12-də uşaq məktəbdən qaldır, 12-də yuxudan durar. Mədinə xanım, Süjetimi izləyirik. Elmir, çox üzr istəyirəm. Yəni verilişimiz yekunlaşmağa doğru gedir. Yəni çox istəyərdim ki, davam edək, amma verilişimiz yekunlaşmağa doğru getdiyinə görə sujeti təqdim etməyin zamanıdır. Xaçmazda əməkdaşlarımız Səriyə ilə əl-ələ verib bir neçə sujeti lentə aldılar və istəyərik ki, həmin o sujetlərdən birini də sizə təqdim edək. Səmimiyyət bu ailədə özünü necə göstərir? Məmmədov Tahir Əlməmmədoğlu rayon təhsil şöbəsində dərslik fondu üzrə
inspektor metodist işləyirəm, həm də orta məktəbdə riyaziyyat dərsi aparıram. Məmmədova Səxavət Hacbala qızı. Xaçmaz rayonunun Çılqır kəndində 1952-ci il oktyabr ayının 13-də anadan olmuşam. Xaçmaz səhər 8 nömrəli məktəbi tarix müəlliməsiyəm. 40 ildir ki, ailəlik. Yoldaşımla birinci sinifdən bir yerdə oxumuşuq, bir partada əyləşmişik. Həmişə də yola gelmirdi. Mən biraz dəcəl qız olmuşam. Yəni belə sakit, elə qız olmamışam. Yəni evimizdə uzun müddət uşaq olmadan atam mənə çox ərki söyündürdü. Yəni mən deyən söz olmalı idi. Uşaqlıqda lap dəcəl olmuşam. Oturmağı tarih müəllimim oturmuşam. Çünki qohum-qohumun otururdu. Orada aşağıya gedən uşaqlar hamısı öz qohumun otururdu. Biz də qohum-qohum. Yəni o dəcəlliyim o qədər məni imkan vermirdi ki, gərək onun qolu mənim tərəfə keçməyəydi. Bir ağ təbaşırla xət çəkmirdi ki, mənim tərəfə keçməsin. Tarih müəllim çox sakit, təmkinli, balaca da olanda sakit bir oğlan idi. Orta məktəbi bitirəndən sonra mən Azərbaycan Dövlət Universitetinin Riyaziyyat Fakültəsinə daxil oldum. Yoldaşım isə o vaxtki Lenin adına APİ-nin Tarix Fakültəsinə daxil oldum. O məndən tez qurtarmışdı ali məktəbi. Rayona gəldi, müəllimə işləyirdi. Sonra mən də qutarıb gəldim, rayona müəllim işləyirdi. Talih elə gətirdi ki, biz ailə həyatı qurduq. Bizim ailəmiz səmimiyyətlə qurulub. Yəni, Leyli Məcnun sevgisi olmayıb bizdə. Böyüklərimiz məsləhət bilib. Bəlkə də indi kiminsə bəlkə ürəyində olub, sonradan bu nəyisə çevrilib. Mənə şəxsən aid deyil. Ancaq böyüklər məsləhət verdi, biz o sözdən çıxmamışıq. Məhəbbət sonra yaranıb və mən bundan çox razıyam. Bu 40 ildə bu münasibəti saxlayan əlbəttə səmimiyyət oldu, bir-birimizi başa düşmək oldu, sevgi oldu, ailə oldu, ailə məhəbbəti oldu. Yəni bunlar hamısı əsas amillərdir. Ailədə bunlar olarsa mən bilirəm ki, ailə uğurlu olar. Səmimiyyəti biz böyüklərdən görmüşük, ailəmizdə görmüşük. Atamdan, anamdan, onların münasibətlərini görmüşük. Biz də ancaq belə ola bilərik, başqa cür mümkün deyil. 3 övladım var. Övladlarım ailələri qurarkən həm sevgi vardı, həm səmimiyyət vardı. Yəni onlar da böyüklərin məsləhəti ilə, böyüklər də onların sevgisini qəbul edərək ailə qurur. Uşaqlarımızda da biz bunu müşahidə eləmirik ki, yoldaşı ilə mi, ya evdə öz uşağı ilə mi, yəni mənim nəvəmlə mi, ya atası, ya anası nəsə bir kobudluq eləsin, yoxsa bir, nə bilim, belə şeylər bizdə yoxdur. Bir vaxtlar partanın üzərində xət çəkib mənə qalağalar qoyan indiki həyat yoldaşım indi məni eşidir, mənə qulaq asır, səmimi yaşayırıq, səmimi həyat sürürük. Mən insanlara, şagirdlərə, ümumiyyətlə bu gənclərə səmimiyyət arzulayardım ki, bir-birini başa düşsünlər, bir-birinə hörmətlə yanaşsınlar, bir-birinə qayğı göstərsinlər. Onda həyat da yaxşı olur, həyat da gözəl olur, mənalı olur. Bəli, sujetimizi izlədik və bu ailəyə, ailənin üzvlərinə dərin təşəkkürümüzü bildiririk. Bəli, buyurun. Sujetlə bağlı fikirlərinizi öyrənəcəm. Bilirsiniz, doğrudan da elə sujetə də baxanda görürük ki, o hər ailənin öz konstitusiyası var məsələsi də. İndi nəyə görə bugün qloballaşmadan danışırlar? Qloballaşma o deməkdir ki, insanların dəyərləri təxminən eyniləşir. Eyni şeyə yaxşı baxırlar, eyni şeyə pis baxırlar, eyni rəngdə geyinməyə üstünlük verirlər. O dövrdə əvvəllər o ailələr qurulan devirdə qloballaşma yox idi. Ona görə də hər kəsin özünün ailə dəyəri var idi. Bilirsiniz, məsələn, mən sizlə yaxın idik, qohum idik, biz ona görə
dost qohum iduq deyə bizim oxşar cəhətimiz var idi. Və ya da dost duyduqsa hansısa oxşar cəhətlər bizi dost eləmişdi. Və elə bilirdik ki, hamı bizim kimi yaşayır. Amma gedib bir yad adamın evində nə isə görəndə dəhşətə gəlirdik ki, onların ailəsində belə hadisə var. Halbuki o ailənin də öz həqiqətləri var, öz reallığı var, onların öz başqa dəyər sistemi var idi. Amma indi gənclərlə niyə alınır? Çünki gənclər o qloballaşmanın təsiri altında hamısı təxminən eyni musiqini dinləyirlər, hamısı eyni yeməklərə, eyni geyimlərə meyil göstərirlər. Onların ümumi bir dəyərləri var və bu nəsillər arasındakı fərq həmişə olubdu. Həmişə bir dəfə bir professor universitetdə mühazirə oxumaqdan qabaq deyibdi ki, bir məktub oxuyacağam sizə, onun tarixini deyərsiniz mənə. Məktubda budur ki, məzmunu bu olub ki, qısa deyəcəm ki, yəni gənclər tamam öz yollarını itiribdilər, bütün dəyərləri ayaq altına alıblar, böyük kiçik yeri saymırlar, hörmət eləmirlər, əsrlər boyu bizim qoruyub gətirdiyimiz mental dəyərləri aradan aparırlar. Belə geçsə dünyanın axırına yəqin ki, bir 50 il qalıbdır. Hamı da bunu dəstəkləyir, doğrudandır da. Axırda mühazirədə soruşur, sizcə bunu kim yazıb? Biri deyirlər ki, yəqin elə bu dövrün yaşlı adamları yazıb. Bəlli olubdur ki, o məktub hardasa 1500 il bundan qabaq yazılmış biri olubdur. Yəni bu nəsillər arasındakı düşüncə fərqi həmişə olubdur. Biz gərək bugünkü günün reallığından çıxış edib danışaq. Düzdür, məsələn, ideal nə necə olmalıdığını çox deyə bilərik. Amma həyat reallıqdan ibarətdir. Biz reallıqdan çıxış edib o iti bucaqları hamarlamalıyıq. Məsələn, bayaqki xanımgilin ailəsində və yaxud da ondan qabaqki zənglərdə konkret problem var. Biz ona deyək ki, yox, bu belə olmalı deyil, bu belə olmalıdır. Bəli, bu bizim istədiyimizdir, amma fakt ondan ibarətdir ki, artıq bu hadisə belə alınıbdır da. İndən belə neyniyək? İndən belə çıxış yolu nədə görməliyik? Buna görə də düzdür, kompromis çox önəmlidir. Məsələn, indi danışırlar, bayaqki sujetdə danışanlar da, təbii ki, onlar danışsa, səmimi etiraf eləsə, onların da arasında çoxlu ayrı seçkilik də olubdur, hardasa fikirləri də, problemləri də olub, üst-üstə düşməyib sözləri. Ona görə də ailədə kompromis də çox vacibdir. Qarşılıqlı kompromis, bir-birini başa düşsünlər, bir-birini... Bəli, amma... Yəni istər-istəməz səmimiyyət o qədər alınmır, değil mi? Tam səmimi olmaq mümkün deyil, belə başa düşürəm. Mən sizə bir şey deyim. Təbii ki, gözəl münasibət nədir? Qadın öz həyat yoldaşına, yəni ərinə elə baxır ki, yəni belə münasibət ki, sən dünyanın ən cəngavər kişisisən də, kişi də öz xanımına dünyanın ən gözəl xanımı kimi baxmalıdır. Bəli, ola bilsin ki, hansısa bir vaxt bunu o belə düşünməsin. Amma bu düşünmədiyini deməli deyil. Yəni tam çılpaqlığı ilə, hə, sən məsələn tutaq ki, Demir ki, o göstərir əməlləri ilə. Yəni ki, hər şeyi çılpaqlığı ilə demək bəzən konfliktə gətirib çıxara bilər. Bəli. Bəzən deyirik ər-arvad arasında dostluq. İnsanın elə bir sözü var ki, tutaq ki, bir oğlanın yolda gözünə təzə işçi gəlibdi, gözünə nəsə başqa cür dəyibdi. Gəlib dostunuz deyir ki, falan kəs məni elə bir şeytan yoldan çıxardır onu görəndə fikrim. Onu gedib o yoldaşına səmimiyyətinə deyə bilər ki, iş yerimə təzə işçi gəlibdi, mən o qızı görəndə ağlım çaşır. Onda görün nətər faciə baş verər. Yəni bu səmimiyyətin sərhəddini bilmək lazımdır. Sərhəddə. Və yaxud da valideynə gəlib anaya, ataya elə hər şey olduğu kimi desə, yazıqların ürəyi gedib yıxılar ki. Amma o evli kişi niyə görə evli ola həyat yoldaşı özü bəyənib, seçib, sevdiyi həyat yoldaşı olan kişi niyə görə hansısa bir xanımı görüb ağlı çaşmalıdır? Mən başa düşmürəm bunu. Deməli, onlarda səmimiyyət olmayıb. Səmimi sevgi olmayıb. Həqiqi sevgi olmayıb. Bəstə xanım, ona görə də biz deyirik ki, insan özü sevib seçməlidir. Bayaqki sujetdə deyilən kimi, başqaları dediyi kimi, məsləhətlə yox. Amma bir şey var ki, yəni valideyn baxma, yaşı çoxdur, təcrübəsi çoxdur. Çox vaxt uşaqlar da axı səhv edirlər, gənclik səhv edirlər, cavanlıq səhv edirlər. Bir dənə üzr istəyirəm, Günay xanım. Bir dənə Bəstə xanımın sözündən bir cavab verə bilərəm. Buyur. Baxın Bəstə xanım, bunun da günahı qadınlardadır. Baxın, cavabını verim. Siz toya gedəndə, cəmiyyət içinə çıxanda o qədər gözəl bəzənirsiniz, o qədər gözəl görsəniz. Baxın, səbir, Allah rizası, səbirlə dinləyim. Yəni yeni sözümü kəssin. Hamıya şamil o məndə demirəm. Baxın, razılaşacağız. Sən, siz, məndən xanım, evdə paltar geyinmirsiniz. Baxın, hamıya şamil eləməkdən də, baxın, insanlar da kişilər nəzərdə tutmur amma. Bəzən qadınlara getdiyiniz o toyda qadınlara şey vermək üçün qızılınızı, brilyantınızı taxırsınız, gözəl bəzən saçınızı kulat gelirsiniz. Amma kişi evə 6-da gəlir, qadın heç vaxt 5-də oturmur 2 gün qabanda ki, 1 saat bəzənim, qapının açında bir qeyri-adi bir şey olub. Kişi də baxsın ki, ay məni şeytan yoldan çıxartdı. Onu eləmirsən, başqasından, vallahi deyirəm, bu...
Əlbəttə qadın kişisi üçün kişi Elmi qadın dünəndən üçün. o fikirdədir. Bir dəqiqə üzr istəyirəm. Elməddin, elə danışdın ki, xanımlar barədə, yazdı xanımlar. Estağfurullah, mən Bəyəm dedim- kişilər kostyumla gəzir. Sən evdə belə Başa gəzirsən. düşmədi. Kişi də evə girərkən paltarını dəyişir. Yəni Mədinə rahat xanım geyinir. ümumiyyətlə Amma bir reallık var ki, kişidən tərii gəlsə də xanım ona dözür. Amma yo bir dəqiqə, səmiyyət artıq mövzumuz hardan hara getdi? Bitir. Verişimiz yekunlaşır Qadın öz əri üçün və biz sabah da sizin qarşınızda olacağıq. Sabah da qarşınızda olacağıq və sabah hansı mövzu ilə mikrofonların səsini alın. Alın. Bütün mikrofonlar heç bir işləmir və buradan sabah çox maraqlı bir mövzumuz var. Hansı mövzunu izləyəcəksiniz? İstəyərdim ki, anonsa baxaq. Kişilər hansı xanımları bəyənir? Eş yoxsa evdar xanım? Studiyamıza gələn qonaqlarla bu mövzunu müzakirə edəcəyik. Bizə yaxın olun. Sabah saat 3-də düzünü desək də. Ümumi planda. Bəsti xanım bura gəlib artıq. Evdə bunlar da gözəl giyinirəm. Həm xalatlarım da. Mənə elə gəlir ki, biz hələ səmimiyyət sözünün nə olduğunu bilmirik. Gedək səmimiyyət sözünün nə olduğunu öyrənək. Sağ olun, sabah inşallah qarşınızda olacaq.